Salam, bugünkü mövzumuz ailə psixologiyasına aiddir. Bəşəriyyətin yarandığı ilk dövrlərdən etibarən ailə və nicah məsələləri insanları dərindən düşündürən sosial-psixoloji problemlərdən biri olmuşdur. Ailənin təbiəti və mahiyyətinin müəyyənləşdirilməsinə dünya mütəfəkkirləri ayrı-ayrı tarixi dövrlərdə fərqli mövqedən yanaşmışlar. Burada ilk olaraq biz sizə Platonun özünə məxsus yanaşmasını qeyd edək. Platon eradan əvvəl İdeal Dövlət adlı əsərində cəmiyyətin birliyi məqsədinə nail olmaq üçün qadınların, uşaqların və mülkiyyətin ümumi olması ideyasını irəli sürmüşdür. Patriarxal ailəni dəyişməz ilkin ictimai özəy adlandıran Platon belə hesab edirdi ki, dövlət ailələrin birləşməsi nəticəsində meydana gəlir. Platon qeyd edirdi ki, 30-35 yaşlar arasında olan hər bir insan ailə qurmalıdır. Əgər o bundan imtina edərsə, bu cinayət hesab olunurdu. Sonralar Platonun ideal dövlət layihəsini tənqid edən Aristotel eyni zamanda onun patriarxal ailənin cəmiyyətin başlanğıcı və ilkin özəyi olması haqqında ideyalarını inkişaf etdirərək ailənin kəndlərin isə birləşərək dövləti yaratması fikrini irəli sürmüşdür. Bu qeyd olunan yanaşmalar uzun müddət davam etmişdir. Fransız maarifçisi Rousseau İctimai müqavilə haqqında və ya siyasi hüququn prinsipləri adlı əsərində qeyd edirdi ki, bütün cəmiyyətlərdə ən qədim və təbii yeganə olan bir şey vardır ki, bu da ailədir. Ailə nicahdan fərqli olaraq fərdlər arasında münasibətlərin daha mürəkkəb sistemini əks etdirir. Ailə psixologiyası insanın ailə mühitində inkişafını, ailədaxili qarşılıqlı münasibətlərin psixoloji xüsusiyyətlərini, ailənin sosial adaptasiyasının psixoloji mexanizmlərini öyrənən elm sahəsidir. Psixologiyanın bu sahəsi sağlam ailənin və ailə patologiyasının psixoloji xarakteristikasını verir. Həmçinin ailələrə praktik psixoloji yardımın gedişində əldə edilən təcrübəni təhlil edib ümumiləşdirir. Ailə psixologiyasına aid qazanılmış nəzəri və empirik biliklər ailəyə köməyə yönəlmiş müxtəlif tipli sosial və psixoloji proqramların işlənib hazırlanmasına və tətbiqinə xidmət edir. Ailə psixologiyasının predmenti nədir deyə soruşsaq, burada ailənin şəxsiyyətlərarası qarşılıqlı təsir sistemi kimi struktur və funksiyalarının öyrənilməsinin spesifik psixoloji yanaşmasıdır. Obyekti isə ailədaxili münasibətlərdir. Ailəyə psixoloji yardım nədir? Ailədaxili qarşılıqlı münasibətlər pozitiv istiqamətdə tənzimlənsin, ailə üzvünün hər bir üzvünə səmərəli inkişaf mühiti yaratsın. Funksional, yəni sağlam və disfunksional, yəni qeyri-sağlam ailənin psixoloji xüsusiyyətlərinin öyrənilməsi ailədaxili münasibətlər psixologiyasının ən önəmli problemlərindəndir. Ailənin sosial-psixoloji sistem kimi araşdırılması bir neçə mərhələdən keçmişdir. Birinci mərhələ antik dövrdən 19-cu əsrin ortalarına qədər olan dövrü əhatə edir. Bu dövrü bəzən sosial darvinizm mərhələsi adlandırırlar. Bu dövrdə ailənin əsas forması monoqram ailə hesab olunur. Ailə cəmiyyətin çox kiçik nümunəsidir. Cəmiyyətin özü isə genişlənməkdə olan ailə kimi nəzərdən keçirilir. Bu mərhələdə ailə haqqında təsəvvürlərdə sırf nəzəri konsepsiyalar üstünlük təşkil edir. İkinci mərhələ 19-cu əsrin ortaları, 20-ci əsrin əvvəllərini əhatə edir. Antropoloqlar və etnoqraflar tərəfindən artıq ailə aktiv surətdə öyrənilməyə başlamışdır. Üçüncü mərhələ isə 20-ci əsrin əvvəllərindən 20-ci əsrin ortalarına qədər olan dövrü əhatə edir. Bu dövrə bəzən spontan elmi mərhələ də deyilir. Bu mərhələdə elmdə nicah münasibətlərinin pillələri, formaları, tipləri haqqında empirik məlumatlar toplanmış, bir çox sosioloqların
cəhdləri sosial mühəndislik və ailə münaqişələrinin həllinə kömək göstərilməsi üzərində cəmlənmişdir. Sonuncu mərhələ isə dördüncü mərhələdir. Bu mərhələ 20-ci əsrin ortalarından bugünkü dövrümüzə qədər olan dövrü əhatə edir. Bu mərhələyə bəzən mənlik şüuru mərhələsi deyilir. Bu mərhələ üçün ailə sosiologiyası və ailə psixologiyası nəzəriyyəsinin planauyğun qaydada yaradılması və kollektiv empirik tədqiqatların aparılması səciyyəvidir. Hələ ki bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.